bir mənası var. Yəni Allahın təyin elədiyi vəli. Məsələn, Allahın evi necə olur? Allah gedir orada yatır? Yox. Ev, yəni ora toxunmaq olmaz, orada cənabətli gəzmək olmaz, namazı orada qılsın fəziləti çoxdur. Bu mənadadır. Nə ki Allahın evi, Allah orada yatır. Aydın? Yəni Allaha nisbət verilən şeylər onu fəzilətə mindirmək üçün. Məsələn, Quranda ayə var. Naqətullah, Allahın dəvəsi. Nə deməkdir? Nə deməkdir? Allahın dəvəsi yəni nə? Allah dəvəyə minir, gəzir. Hə, yəni bu xüsusi bir dəvədir, möcüzədir. Ona toxunmaq olmaz. Əgər ona toxunsuz, bəla gəlib hamımızı məhv eləyəcək. Başqa dəvələrin başına min cür oyun gətirirlər. Niyə bəla gəlmir? Çünki o Allahın dəvəsidir. Bu nətər oldu bu? O Allah yaratmayıb. Allahın mülküdür. Bəli, Allah yaradıb, Allahın mülküdür, amma Allah özünə nisbət vermir ona. Amma Salih Peyğəmbərin dəvəsinə deyir, Naqətullah, Allahın dəvəsi. Vəliyullah, eyni Naqətullah kimi toxunmuyor. Elə azarsız ki, qayıdışa yol tapmarsınız. Yəni Allaha nisbət verilən şeylərdə çox ehtiyatlı olmaq lazımdır. Gəl mənim evimi yıx, amma o beyti filandır. Amma Beytullahı yıxsın, nədir? Başına iş gələcək. Şərtdir, sənin başına səmadan ildırım yağsın. Məsələn, ermənilər Qarabağda olan Beytullahları hamısını yıxdılar və içinə donuz da soxdular və istədikləri hörmətsizliyi də elədilər. Başlarına ildırım yağdı mı? O anda yağmadı, amma nə vaxt yağdı? 30 ildən sonra. 30 ildən sonra onların başına ildırım yağdı. Sadəcə olaraq bəndə səbirsizdir, elə istəyir, elə yerində. Yerində. O yerində də olmur. Niyə olmur? Çünki əgər şəxs elədiyi günaha görə dərhal cəzalansa, həyat həmən gün bitəcək. O Allahın hikmətidir. Məsələn, bir nəfər var, bunu bilmirəm, demişəm ya, yox. Mənə şikayət elədi ki, Allahı qəbul eləmirdi adam. Deyir, Allah varsa, mənim həyətimdən nara uğurlayıblar. Onların əlin niyə qurutmayıb nara yapışanda? Varsa, mənim halal malımı uğurlayırlar, Allah onu qurutmur orada. Dedim, ay filan kəs müəllim, Allah Taala möhlət verir, tövbə var, filan var, adam peşman ola bilər, filan ola bilər, heç peşman ola bilməz. Allah onu sən başqa şeylə əvəz eləyə bilər, filan var. Dedi, yox, varsa qurutsun yerində. Gördüm, yox, bunu gərək öz ağlında bundan danışasan. Bu adam göz zinası eləyən bir adamdır. Yəni, gözümün qabağında, məsələn, mənlə danışır, bir naməhrəm keçsə, onu təpədən dırnağadan süzəcək. Göz zinası eləyən adamdır. Hələ bu məqamda bir nəfər keçdi, bu göz zinası elədi. Dedim, ay filan kəs müəllim, bəs sizin gözünüz niyə qurumasın? Allah sənin gözü qurutsun. Elə belə də dedi. Bu nə danışıq, tərbiyəsizlik eləyirsən, filan eləyirsən. Müəllimə belə söz deyərlər. Dedim, sən dediyi deyirəm də, oğrunun əli qurusun, təsəvvür eləyək ki, nara əlini atanda, hop, qurudu qaldı orada. Sən də indi göz zinası elədin, bir kişinin arvadına baxdın da, sən də gözün o məqamda nə olmalıdır? Qurumalıdır da, istəyirsən belə. Ay, yox, fərqli mövzulardır. Dedim, günahdır da, nar da oğurluqdur, günahdır, göz zinası da oğurluqdur, günahdır. Allah bizə rəhm eləyir, hər günahımıza görə bizi cəzalandırmır. Onun üçün belə şükür eləmək lazımdır. Cəzalandırmadığına görə, gözləmə sənə mükafat versin, deyərsən ki, şükür, xəstə idim, sağaldım, şükür, imkanım yox idi, imkanım yarandı, problemim var idi, həll oldu, şükür, yox. Əzab gəlmir, elə onun üçün nə eləməlisən? Şükür eləməlisən ki, ya Rəbb, mən günahkar bəndəni şükür eləyirəm ki, ədaləti ilə rəftar eləmirsən. Mərhəməti ilə, lütfü ilə rəftar eləyirsən. Peyğəmbər və əhl-i beytinə salavat.